Assalamu aleykum və rahmetullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselam alel anbiya vel mursalin. Və mən ittabahum bi ihsan ilə yevmiddin. Rabbi şrah li sadri və yassir li amri və hlul uqdatan min lisani yafqahu qavli. Qardaşlar, bir neçə dəfə biz demişdik, Allahın elçisi Muhammed aleyhissalatu vesselam hikmət sahibi idi. Onun apardığı dəvətdə, onun apardığı təbliğatda çox böyük hikmətlər var. Zaten o dəvət etap-etap gedirdi. Allahın elçisi ilk vəhiy alandan sonra gizli dəvət etapı idi. O ancaq yaxından tanıdığı, etibar etdiyi insanlara dəvət edildi. Amma ilk vəhiydən hardasa 4 il keçəndən sonra Allahu Teala Şuara surəsinin 214-cü ayəsini nazil etdi. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah Zülcəlali və İkram bu ayədə buyurdu: "Və ənzir aşiratəkəl akrabin." Öz yaxın aşirəti, yəni qohumları, yaxınları, əqrabanı dəvət elə. Onları uyar, türklər demişkən. Bu ayə nazil olanandan sonra Allahın elçisi aleyhisselam bir neçə addım attı. Birinci addım o idi ki, ən yaxınlarını yığdı, qohumlarını. İndi fərqli rəvayətlər var, bəzilərinə görə 25 nəfər idi, rəqəmlər fərqlidir orada. Və onları Allahın dininə, tövhidə, İslama dəvət elədi. Düzdür, onlar o ilə razılaşmadılar, qəbul etmədilər. Amma orada da böyük bir fayda oldu. Orada böyük bir fayda oldu, çünki Allahın elçisinin əmisi Əbu Talib, o artıq orada elan etdi ki, mən qardaşım oğlumu öz himayəm altıma götürəm. Onu himayə edən mənəm. Artıq bütün Qureyş bildi ki, Muhammed aleyhisselam tek deyil. Yəni, onun nüfuzlu, məşhur, tanınan, ağsaqqal olan bir insan himayəsi altına alır. İkinci addım oydu ki, Allahın elçisi aleyhissalatu vesselam Safaya qalxdı və bir-bir başladı bütün qəbilələri çağırmağa, adları ilə. Onlar hamısı toplandı. Kim gedə bilmirdisə, vacib işi var idisə, öz yerinə bir adam göndərdi ora. Sonra onlara bir sual verib müraciət elədi. Dedi, əgər mən sizə desəm ki, bu vadidə atlılar var, ordu var və onlar sizə hücum etməyə hazırlaşır. Siz mənə inanacaqsınızmı? Qureyşlər dedilər, bəli, biz sənə inanacaq. Çünki indiyənə qədər səndən yalan eşitməmiş. O isə onlara deyir ki, mən sizə deyirəm ki, Allahın əzabı yaxındır. Və onları başladı dəvət eləməyə, İslama, tövhidə. Onları şirkdən uzaqlaşdırmaq istədi. Orada da onlar qəbul etmədilər onun dəvətini. Digər rəvayətə görə bir-bir müraciət elədi yaxınlarına və həmçinin öz doğma qızın adını da çəkdi. Deyir ki, ey əziz qızım Fatimə, özünü cəhənnəm əzabından, od əzabından xilas elə. Çünki qiyamət günü mən səni xilas edə bilməyəcəm. Bu da çox önəmli bir məqamdır. Allahın elçisi, indi biz rəvayətlərdən bildiyimizə görə ən çox sevdiyi övladı Fatimə idi. Ona deyir ki, mən qiyamət günü səni xilas edə bilməyəcəm. Bu, həm böyük bir bizim üçün, belə deyək, əqidənin bir təməlidir. Çünki qiyamət günü Allahın elçiləri belə istədiyi şəxsləri xilas edə bilməyəcəklər. İkincisi, bu da bir dəvət metodu. Çünki Allahın elçisi bunu ən çox sevdiyi insana deməklə, o bir insanlar da oyanmalıydılar. Onlar da anlamalıdır ki, məsuliyyət daşıyırlar. Orada digər əmisi Əbu Lahab ona qarşı düşmənçilik edir. Hətta bir rəvayətə görə daş götürür, atmaq istəyir, kobudluq eləyir, pis sözlər deyir
Və indi təfsirlərə görə də bu Məsəd surəsinin ilk ayəsi də zaten bu surə buna görə nazil oldu. Təbbət yədə əbi ləhəbi və təb. Əbu Lahabın iki əli qurusun, zaten də qurudu. Və bu açıq dəvət başlayanda artıq çox böyük problemlər başladı yaşanmağa. Həmən Əbu Lahab neynədi? İki oğlu Utbə və Uteybə. Onların həyat yoldaşları Ruqəyə və Ümmü Kulsum idi. Peyğəmbərimizin qızları. Aleyhissalatu vesselam. Əbu Lahab əmr etdi ki, boşamalısınız. Yəni bu hər bir ata üçün bir zərbədir. İstir insan müsəlman olsun, istir dinsiz olsun, fərq yoxdur. Hər bir ata üçün zərbədir ki, iki qızını boşadılar. Düşmənçilik sırf nəyə görədir? Allahın elçisi özü üçün nəsə istədi onlardan. Sadə bir şey deyir ki, bütlərə ibadət eləməyin, siz yaradan Allaha ibadət edin. Qutardı, getdi. Düşmənçilik davam edirdi, düşmənçilik böyüyürdü. Məsəl üçün, Umayyə bin Xaləf Bilalı çıxardır səhrəyə. Yəni, bunu biraz danışanda bunu təsəvvür eləməyə çalışmaq lazımdır. Ərəbistan səhrası kölgədə 50 dərəcədir. Kölgədə. Bunu günün altında uzandırırlar qumun üstünə. Üstünə ağır bir daş qoyurlar. Dərisi yanır, əriyir. Niyə görə? Bilal neynədir ki? Üzr istəyirəm, kiminsə namusuna toxundu, kiminsə qeyrətinə sataşdı. Deyir ki, Allahdan başqa heç bir ilah yoxdur. Muhammed də Allahın elçisi və quludur. Bir dənə buna görə. Əbu Bəkr, Allah ondan razı olsun, onu aldı, kölə idi, o vaxtı qulluq dövrü idi. Azad elədi. Ondan başqa insanlar, məsələn, Habbab ibn el-Arrad eyni işgəncələr görürdü. Əbu Fiqh eyni işgəncələr görürdü. Qadınlara belə işgəncələr verirdilər. İslamı qəbul edən qadınlar. Orada da Allahın elçisi sallallahu aleyhi və səlləm ikinci addımadır. O neyini? Dəvət üçün məxfi yer tapır. Arkam İbn Abi Arkam çox gənc bir uşaq idi. Onun evi də Məkkədən çox uzaq idi. Səfanın üstündə idi. Başlayır orada insanlara dəvət eləmək. Necə Allah-u Teala Quranda dəfələrcə Quranda buyurdu ki, yuallimukum idi. Siz olanda yuallimukum, onlara yuallimuhum. Yuallimukumul kitaba vel hikmete. O sizə kitabı və hikməti öyrədir. Yəni hikmətli addımlardır bunlar hamısı. Gizli dəvət gedir. Məkkədən uzaq, Qureyşlər görməsin. Müsəlmanlara nə əmr edir? İmamlarını gizlətsinlər. İbadəti gizli eləsinlər. Çünki hər insan dözə bilmir. Əbu Cahil, yəni əsl adı Əbul-Həkəm idi, Əbu Cahil ləqəbini aldı, yəni cəhalətin atası. Neçə müsəlmanlara işgəncə verdi. Onların içində Yasir, Sumayə və onların oğlu Ammar. Allah hər üçüsünə razı olsun. Nə oldu? Yasir şəhid oldu. İşgəncələr altında öldü. Sumayanı şəhid oldu, nizə ilə vurdu, öldürdü. İşgəncələrə dözməyən Ammar Allahın elçisi barəsi pis söz söylədi. Peşman oldu. Ağlaya gəldi, tövbə elədi. Allah ayə nazil etdi. Allah Ar-Rahman da Ar-Rahim də Allah Quranda dəfələrcə buyurdu ki, İnnehu alimun bizati sudur. Şübhəsiz ki, o, yəni Allah qəlblərdə olanı bilir. Yoxsa bu barədə ayə nazil olundu. Nəhl surəsinin 106-cı ayəsi Mən kəfərə billahi min ba'di imanihi illə mən ukrihə və qalbuhu mutmainnun bil imani və lakin mən şərəhə sadran bil kufri sadran fəaleyhim ғazabun minallahi və ləhum azabun azim. O kəslər ki, iman etdikdən sonra kafir oldular, sonra gəlir illə, istisna. Mən ukrihə, ikrah altında olanlar istisnadır.
Yəni Ammar bin Yasir ikrah altındaydı orada. İşkəncələr altında bunu elədi. Bu ikrah altında olanları Allah istisna etdi. Bu siyahıdan çıxartdı. Amma kim iman etdikdən sonra Allah'a küfür etdisə, Allah'a inkar etdisə, Allah ona qəzəblənib, Allah öz qəlbini küfrə açıb, şərahə bil kufri sadran, Allah ona lənət etdi, Allah ona qəzəbləndi, Allah ona əzəmətli bir əzab hazırladı. Yəni burada da artıq müsəlmanlar bildilər ki, bu sırf imana bağlı olan bir şeydir. Kimsə bunu dözmədisə, bu deməkdir ki, bu insan o qrupa daxildir. Yox, Allah istisna elədi. Elhamdülillah, Rəbbimiz Ər-Rahmandır, Ər-Rahimdir, Əl-Ğafurdur, Əl-Vaduddur. O biri addım, çox önəmli addım. Allahın elçisi neynədir? Bir qrup hazırladı. 12 kişi, 4 qadın. Bunları Həbəşistana göndərdi hicrətən. Yaşaya bilmirdilər İslam dinini Məkkədə artıq. Qrupun başında kim idi? Kürəkəni, Osman ibn Affan. O ilə birlikdə kim hicrət elədi? Qızı, Ruqayyə. Belə deyək də, Osman ibn Affan, Allah razı olsun ona, o belə adam deyildi Məkkədə. Zəngi bir insan idi. Nüfuzlu bir adam idi. Hətta o belə İslam dinini açıq yaşaya bilmirdi orada. Allahın elçisi bu zəif vəziyyətdə, müsəlmanlar işgəncə altında. Siz özünüz təsəvvür edin ki, bir insan zəifdir. Onun qövmü, onun xalqı onu sevmir. Onun dostuna, tanışına işgəncə verirlər. Böyük bir dövlət başçısı ilə əlaqə qurur. Həbəşistan böyük bir dövlətdir. Çox qədim bir tarixi var. Və belə deyək, Həbəşistan xristiyanlığın da belə deyək, əsasını, kökünü qoruyan ölkələrdən biridir. O zamanları da, indiki zamanda, hətta onların ayrı bir İncil versiyaları var. Onu yəni belə xristiyanlar bilirlər. İnsanlar arzulurlar ki, o Həbəşistan nüsxəsini oxusunlar. Çünki orada bəzi bu, belə deyək də, kanonik İncillərdə gizlədilən məlumatlar orada var. O burada böyük ölkə ilə, nüfuzlu ölkənin başçısı ilə bu vəziyyətdə əlaqə qurur. Öz sahabələrini oraya göndərir. Çox hikmətli bir addım idi. Yəni, qalıb orada şəhid olsaydı, sözsüz ki, böyük bir savab olardı. Amma dinə nə faydası olardı? Onu bir Allah bilir. Amma onların sağ qalmağı, ora getməyi, oradakı insanların İslamla tanış olmağı, bunun İslama qat-qat daha çox böyük faydası oldu. Təbliğə, dəvətə qat-qat daha çox faydası oldu. Yəni, mən bir neçə dəfə çalışıram, izah edeyim. Hədislərdə problemlər var. Bunu gizlətmək, kim də çalışsa, yəni müasir zamanda mümkün deyil bunu gizlətmək. Amma o deməkdir ki, onların 100% hamısı problemdir. Allahın elçisi 23 il ərzində siz hələ düşünürüz ki, bu ümmətə bir örnək göstərməyir. Mümkündür, bu Quran özündən sabitdir. Laqad kana lakum fi rasulillahi uswatun hasanatun. Artıq sizin için Allahın elçisində gözəl bir nümunə, gözəl bir ibrət var. Allah özü bunu buyurur. Necə oldu? Allah subhanahu wa ta'ala Musa aleyhisselamın həyatından bəxş edir. Musa aleyhisselamın hələm dünyaya gəlməmişdi. Allah-u Teala onun barəsində Quranda ayələr nazil. Musa aleyhisselam körpə uşaqdır. Allah-u Teala bu barədə ayələr nazil edib Quranda. Yəni orada söhbət Musa aleyhisselamın aldığı vəhiydən, aldığı kitabdan getmir axı. Körpəlikdən başlayır söhbət. Yəni deməli ibrət var bunda. İbrahim aleyhisselam barəsində nağdı Quranda ayələr var. Davud aleyhisselam barəsində, Süleyman aleyhisselam barəsində, İsa aleyhisselam barəsində və s. Niyə görə? Çünki bizim üçün ibrətdir, örnəkdir. İbrahim aleyhisselam barəsində birbaşa Allah mümtəhində sözüdür ki, قَدْ كَانَ لَاكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذ۪ينَ آمَنُوا مَعَهُ yoxsa مَعَهُ.
Artıq sizin üçün İbrahim Aleyhisselamda və onunla birlikdə olanlarda, yəni onun ətrafı sahabələr, gözəl bir nümunə var, gözəl bir ibrətlər var. Deməli, biz o bilməliyik ki, ibrət götürək. Bizim məlumatımız olmasa biz nə ibrət götürəcəyik? Əgər bütün bu elçilərin həyatında gözəl misallar var, gözəl bəzi elçilərin xətalarını Allah Subhanahu va Taala Quranda bizə ayə nazil edib, xətaları barəsində, etdiyi tövbələr barəsində, hansı şəraitdə, hansı dua ilə, hansı Allahın elçisi, Allah'a necə tövbə edib, hətta bunu bizə öyrədib. Deməli, Muhammed Aleyhisselamın da həyatında bizim üçün fayda var. Onun atdığı addımlarda. Əgər bir məlumat Qurana müxalif deyilsə və əsrlər boyu bu məlumatı səhih bir məlumat kimi görüblərsə və məzhəblər arasında bu məlumat barəsində ixtilaf yoxdursa, bunu bütün böyük məzhəblər qəbul edir. Qurana da müxalif deyil. Niyə görə oradan ibrət götürməyək? Tarixi faktlardır axı bu. Allahın elçisi hicrətin 6-cı ilində bütün krallara, hökmranlara məktublar yazıb göndərib. Quranda bu barədə ayə yoxdur. Amma bu bir tarixi faktdır. Hansı hökmran necə qəbul elədi, ona qarşı nə elədi, nə bilim, Farsın şahı cırdı, nə bilim, Misirin Navaskusu İslamı qəbul etmədi, amma gözəl rəftar elədi. Yəni, hamısı məlumdur da. Hirakli, nə bilim, yığdı ətrafına insanlara, Əbu Süfyana orada suallar verdiyi Peyğəmbərin barəsində. Bu gözəl, maraqlı bir məlumatdır. Faydalı məlumatdır. Bizim zamanımızda da aktual bir şeydir. Bizim zamanımızda bir dəvət yoxdur. Bizim zamanımızda bir şirk yoxdur. İnsanlar hamısı tövhidi qəbul edir. Allahın elçisi necə yaşayıbsa, necə bu tövhidi yayıbsa, İslam'a cəmaatı necə dəvət edibsə, biz də öyrənməliyik, usulla getməliyik. وَمَا أَرْسَلْنَكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik. Bilirsiniz, biraz maraqlı nədir ki, İslamda olmayan belə insanlar, nə bilim, Bernard Shaw, o, bu, Allahın elçisinin həyatını öyrənirlər. O barədə kitablar yazırlar, məqalələr yazırlar. Kitabxanalarda var. Nə bilim, Şərqşünaslıq fakültəsində İslam dininə heç bir əlaqəsi olmayan insanlar bunu öyrənir, bunun üzrə imtahan verir. Biz müsəlmanlar deyir ki, bizə maraqlı deyil bu, bizə bu lazım deyil. Yenə Allah Subhanahu va Taala onlarca ayənin sonunda sual verir. Ləalləkum təqilun, ləalləkum tətəfəkkərun. Bəlkə siz aql edəsiniz, bəlkə siz düşünəsiniz. Biz də düşünək də bunu. Bizim dində olmayan insanlar bundan faydalanır, biz isə faydalanmaq istəmirik. Yenə, qardaşlar, yenə təkrar düzgün mənə başa düşün. Dini bütün məlumatlar Quran prizmasından keçməlidir. Bu zaten Quranla da sabitdir. Yəni, Quran prizmasından keçmirsə, Qurana müxalifsə, zidsə, əlbəttə ki, bu doğru məlumat ola bilməz. Bunu %100 Allah-u Teala öz elçisinə də Quranda nə deyir? وَأَنِحْكُمْ بَيْنَهُمْ بِمَا أَنْزَلَ اللّٰهِ. Allah nazil etdiyi onların arasında hökm ver. Bu məlumdur, yəni Allahın elçisi aleyhissalatu vesselam Allaha qarşı müxalif çıxa bilməz, yəni onun nazil etdiyi hökmünə müxalif bir hökm verə bilməzdir. Zaten onun vəzifəsi deyil, onun vəzifəsi tabi olmalıdır. Amma o qədər maraqlı məlumat, o qədər faydalı məlumat, zamanımızda aktual, biz indi ondan faydalana bilərik. O şeylərin üstündən keçmək düzgün deyil, qardaşlar. Allah-u Teala dua edib yalvaram Allahın Əl-Haq ismi ilə. Allah Subhanahu wa Taala bizə haqqı haqq olaraq görüb onu qəbul etməyə və onu əməl etməyə yardım etsin. Allahın Əl-Ghaffar, Əl-Ghafur, Əl-Rahman, Əl-Rahim isimləri ilə Allaha dua edib yalvarım ki, Allah bizim bilərəkdən, bilməyərəkdən kiçik və böyük günahlarımızı bağışlasın. Allah Subhanahu wa Taala Əl-Əziz, Əl-Qavi isimləri ilə dua edib yalvaram ki, Allah bizi dində, imanda sabit etsin. Əş-Şafi olan Rəbbimiz bütün xəstələrə kamil şifa versin.
Allah sizdən də razı olsun. Fəlillahil hamdu rabbis semavati və rabbil ardı rabbil alemin və lehul kibriyau fis semavati vel ardı və huvel azizul hakim. Allah sizlərdən razı olsun.